İlahi hazihi azimmetu nefsi akaltuha bi iqal meşiyetik. Ey mənim yaradanım, bu mənim nəfsimin noktasıdır ki, onu sənin məşiyyətinə düyünləyirəm. Bir saat qulluqçuluq, bir ömrə çoxdur, az deyil. Olma qafil, öydüyün dünya toyuqdur, qaz deyil. Görsədər yazlığın, hətta adın qış qoysa da, qanları buzlandıran yaz donlu olsa yaz deyil. Çənlibeldən vaz keçən arsızlara eyvaz demə, kakili yandan qoyan hər boş boğaz eyvaz deyil. Bir başa min baş bülər sərbaz, vəli quldurların qulluğunda başını baş bilməyən sərbaz deyil. Başı baş eləyən kimin qulluğunda olmasıdır. Şeytan hara, Rəhman hara. İstəmə nazlanmağı hər bir qoyundan ey nazım, gərnəşən yay töhfəsi. Axir ölümdür, naz deyil. Uzun sözü qıssası, iddia sahibi olan həkimlərin həkimlikləri yalan oldu. Kəsmədi tov etdilər hər nə dəva. Kəsmədi tov yəni əsər bağışlamadı. Kəsmədi tov etdilər hər nə dəva, dərd atdı, tapmadı xəstə dəva. Dərd atdı, tapmadı xəstə şəfa. Qaravaş iş gəldi oldu yay kimi, qan yaşaxdı şah gözündən çay kimi. Həkimlər ona istilik verəndə soyuqluq gətirdi, soyuqluq verəndə istiliyi dəbərtdi. Artırıb İskəncəbin səfrasını, yağ qurutdu əksidən emasını, bağırsaqlarını qurutdu. Şah görəndə onların acizliyin, izini tutdu o savət məscidin. Məscid hər o bir yerdir ki, aşkarsız bəndəlik özünü bütünlüklə orada nümayişə qoyur. Məscid o yerdir ki, bütün güvənməli zatlardan üzülüb və o birlər birinə düzülübsən. Gülüstan kitabının başlanışında rəhmətli Sədi deyir, elə ki, əllərdən üzülmüş bəndələrin birisi, ümid əlini o kimsəsizlər kimsəsinə sarı uzaldar, Həzrət Həq onu saymaz olar. O bir daha sıtqayar, yenə də üz görməz. O bir daha da təzərrü ilə zariyar, sıtqayar. Həzrət Həq deyər, ey mənim mələikələrim, ya mələikətu. Ey mənim mələikələrim, mən bu qulumdan utandım. Axir onun məndən özgə kimi vardı. Mən onu bağışladım. Amma əzizlər, təzərrü ilə istəməkdən nə vardı ki, mütəal Allah ondan üz döndərənməyir. Təzərrü əzzər kəlməsindən tutulubdur. Südlü döş. Təfəül babına gedibdir. Ərəbcə təfəül babının neçə mənasının birisi də israrla və üzdən getməməklə istəməkdir. Qudsi bir hədisdə Həzrət Həq deyir, ey mənim bəndəm, məndən bir zadı istəyəndə əli hər yerdən üzülmüş bir niyazlı kimi istəcinən. Necə ki, südəmər bir uşaq nənəsinin döşündən suvay heç nəyi, heç yeri tanımaz. Onun istəməsi nənənin südünü erdirər və habilə bu təhər istəmək Allahın rəhmətini qazandırar, erdirər və daşdırar. Məscid də hər o bir yerdir ki, bütün əllərdən üzülübdür. Şah da ki, dünyalıq vəsilələrdən əli soyumuşdu, secdəyə baş qoydu, gözlər töhdü yaş. Möhr islandı olub səccadə yaş. Sıtqadı, yalvardı dildə məthilər, eylə ki əmlik uzaqlıqdan mələr. Şah dedi, Rəbbim, ey bizə arxa duran Allahımız,
Rəhmi qıl, yan düşdü səndən rahımız. Vəsilələr bizi allatdı və görməlini görmədik və çalmalı qapını çalanmadıq. Rəbbim, sən dedin gizli mənə, sən dedin gizli mənə olmuş əyan, gizlini xoşdur vəli etsən bəyan. Məgər sən deməyibsən ki, ud'uni əstəcib ləkum. Məni çağırın ta sizin istədiyinizi bitirim və mən əmrin ipinə düzülməyənləri odluq eləyəcəyəm. Məgər sən bunu deməyibsən? İnsan gərək o qədər quru olmasın ki, istəmək ona ağır gəlsin. İstəməmək nankorluq gətirər və istəməyən bəndəlik ədəbini itirər. Necə ki, südəmər uşaq süd istəməsə, vaxtında nənəsi onu əmişdirər. Amma uşağın əl-ayaq dağıtması və sudan ötürü və süddən ötürü ağlaması ananın südünü artıq daşdırar. Çün ürəkdən başladı yalvarmağa, Kərəmin dəryası gəldi oynağa. Onun başı secdədə idi ki, onu yuxu apardı. Və uyquda bir piri gördü ki, deyir, bu sabah bir yad kişi etsən nüzul, bil ki, bizdəndir dua olmuş qəbul. İş biləndir bu gələn, hekmətlidir, çox əmindir, doğrudur, qiymətlidir. Şah yuxudan oyandı və sübh açılanda onun yuxusu yoruldu. Ya Türkiyəlilər deyən kimi yorumlandı. Mevlana bu yerdə xiyaldan söz açır. Əgər xiyal vardı, onun olduğu yer, bizim quruluşumuzda, olduğumuz dünyada hanı? Əgər yoxdur, zehnilərimizdə bunca canlanan səhnələr haradan baş tuturlar, doğulurlar? Xiyalın olduğu yeri açıb görsədə bilməsək də, o bizlə əkiztaydır. Qorxu, ümid, hərəkət, dolanış, davranış çox yerdə xiyala düyünlənirlər. Bir para xiyallarımız sonralar ayaq tapırlar və bir parası da boşluqlarda itirlər. Elmi durumlarda, şəraitlərdə xiyalların çoxu olumsuzdur. Olumsuz, yəni imkansız. Amma elmin qanadlarına mindikcə onların çoxu canlanıb eyniyyət tapırlar. Mevlana bu yerdə xiyalı iki yerə bölür. Birincisi, məlumun qoynunda olanların xiyalıdır. Məlumun qoynunda insan hər bir asılan tarazıya özünü çəki daşı düşünür və onun daşına düz gəlməyəni də duza göndərir. Farsça demək olur, həmin peyni xudsiya. Sülh ilə cəngi xiyal üstündədir. Fəxr ilə nəngi xiyal üstündədir. Onun nə savaşının və nə də barışının üstündə hesab getmək olur. Bu təhər xiyal aləminin muzələrində dəyərlənmiş zadlar daha adına and içilmiş qələm deyil. Onun muzəsinin rəflərini bəzəyənlər İskəndərlərin qalxanı, o birisinin xəncəri və ayrısının qopuzudur. Bir xiyalın əsasında bir qudurqan bir ölkənin sicillisinə qol çəkir və həyatı torpağın zehnindən silir. Həmço teflan cümlətan damən səvar. Uşaq nənənin ətəyində oturar, nənə qıçında bərdər deyə bəs at minibdir. Ətəyində ucun tutar. Həmço teflan cümlətan damən səvar. Daməni madər girifdə əsbi var, körpələr tək minmisiz daim ətək. Boş ətək atdır sizə xovluya əmək. Belənki bir xiyalın əsərində insan yiyələnmək axtarır və ayrılarını paysız eləməklə paylanır. Mən bu yerdə Xiyal adlı şeirimin bir parasını siz əzizlərimə nisçil eləyirəm.
Gecənin şələsini ağırlatmadaydı baykuşların uğultusu, qanat gərmişdi başımızın üstünə quzğun kimi qara bir bulud. Sən yerinin içində oturub dedin, gəl yeri bölək. Qeydir Adəm ata dövranına, Habil Qabil dövranına, tarixin faciəsidir. Gözlərinin içinə süzən ayın işığında dodaqlanmayan yasaq fikrini oxudum. Titrədim, ölüm hökmü üzünə oxunan tutuqlu kimi. Sən yasaq bir xiyal ilə baş bir yastığa qoymaq fikrindəydin. Gözlərindən qorxuya düşdüm, üşüdüm, gözlərimi yumub dedim, gəl bu daşları ətəyindən tök, olduğumuz torpağın qulağına ilk anası yer çağırıbdır, qardaş, onun bir adını parçalama gəl. Batırdı bağırtımı fikrində oyanan o yasaq xiyalın səsi, tənini hər bir həram xahişə buraxan o xiyal, qoymadı qulaqların, sözümün üzünə qapı açsınlar, eşitmədin, eşidənmədin, sən daşları bir-birə çatıb bura mənimkidir dedin. Evcih bəzədin, sən mənəm deyən gündən müqəddəs adlandılar yersiz savaşlar, kölgəliyə xatir yox, qanlı yaraq olmağa xatir boy atırdılar yaşıl saçlı ağaçlar. Tam çirkinliyə dayaqlanan insanın nütfəsi o ilk hörünən duvarın daldasında bağlanacaq. Bilənmirəm, hançı bir zəhərli xiyalın badəsindən əsrətdi səni o yasaq xiyal. Bilənmirəm o xiyal yasaq təninin haralarında gəzdirdi səni. Sən yiyəli human gündən şərrin oyanan iti vənciltidən düşməyibdir. İndi bir adlı yer min adlıdır, min bir oynaşlı, min bir başla baş bir yastığa qoyan yerin bir qatında birisi saymaz yana ölkələrin həyatını köhnə kitab kimi naşı-naşı vərəqlayır. O biri qatında da bir ayrısı öz gəminin tarlasını qışlamış yaz döşündə oraqlayır. Sən tihdiyin duvarın hünərindən, yerin bir döşü yarısına şirin süd əmdirəndə o birisinə də irin çirk əmdirir, qardaş. Sən o gecədə yasaqsız xiyalları yatağına çağırsaydın, ilk oğlunun adı Yaşar olub yaşadardı, qızcığazının adı Sevil olub sevilərdi. Səhər-səhər su çilənmiş küçələrdən ötən zaman açıq qapıların çərçivasına sevgi mıxlanardı. Duvarlar daha baş yarmazdılar. Sən bir üzlü yerimizi min üzlülüyə çağırmasaydın, nə gözlərdən kəsim olardı. Yəni gözlər çıxmazdı Məhmədxan kimi, o birisilər kimi. Nə gözlərdən kəsim olardı, nə də alçaqdan kəbir, nə də eşitməyən ağır qulaqlar olardı ki, dinməz qara daşı qulaqlandırıb adını qoysunlar səbir. Bir yerdə də vardı ki, insandan sonra tamam heyvanatın içində hamısından yırtıcısı insandan sonra kaftardı. İnsan yəni bu pis günə gərək düşməyəydi. Səbir daşı yontmaqda. Niyəcə daş bizə səbir daşı ola? İnsan qulaq olan yerdə niyəcə səbir daşı yarana? Nə eşidən, nə də eşitməyən ağır qulaqlar olardı ki, dinməz qara daşı qulaqlandırıb adını qoysunlar səbir. Demədim sənin hünərindən, körpələrin ağzından süd yerinə qan qoxusu gələcək. Demədim sular baş yuxarı axacaqlar, demədim insan ucuz olacaq, demədim tihdiyin duvarlar məhəbbətin məzarı olacaq, demədim qanlar qan, demədim damarlar qan saxlamayacaqlar, demədim, dedim ya yox, indi gəl səni yaslanmış toylarda, qanda üzən duvarlarda, qiblə olmuş bölümlərdə, ertələnmiş ölümlərdə gəzdirim, qardaş.
Sən daha hançı bir damazlığıdın. Ey səhərin üzüyündən, ey səhərin üzüyündən dan adlı qaşını oğurlayan yaramaz. Mən sənin ilk ördüyün duvarın hünərindən anaları gördüm ki, balavay deyib südlü duvarlara sağırdılar. Əmzikli uşaqları gördüm ki, aclarından barmaqlarını sorub bağırırdılar. Sənin hünərindən başlarından zay hakimlər duvarların sürüsünü yaşıl başlarına otladırlar. Otladırlar. Yaramaz, yaramaz, yaramaz. Sənin hünərindən indi iri narin, narin iridir. Daha mən nəyi deymək yaramaz. Bu sənin hünərinin hələmindən biridir. Sağ olun, baş zarı.